Baku Aktuala baxırsınız və biz bugün təhsillə bağlı məsələni müzakirə eləmək istəyirik. Parlamentdə yeni təhsil qanununda yeni dəyişikliklər edildi, amma ali təhsil haqqında qanun yenə də yoxdur və yaxud da ümumiyyətlə onun qəbul olunması ilə bağlı suallar var. Bizim də suallarımız var. İstər təhsil qanununda nələr dəyişdi və bu hansı məsələlərə toxunacaq və nəhayət bizdə ali təhsil haqqında qanun niyə lazımdır? Ən azından çox sadə səbəblər var. Universitetlər mütəxəssis yetişdirə bilirmi? Universitetlərin yetişdirdikləri mütəxəssis əmək bazarında özünə yer tapa bilirmi? Və başlıca olaraq, əsas olaraq problemlərin kökündə duran həmin o qanunda əksini tapan universitetlərin yenilənməsi, müasir standartlara, çağırışlara cavab verməsi, rəqəmsallaşması və əlbəttə ki, beynəlmiləl olması. Reytinqlərdə Azərbaycan universitetləri çox aşağıdır. Xarici tələbə mübadiləsi çox aşağı səviyyədə aparılır. Bu, ilk növbədə tələbə mübadiləsi məsələsi, yəni xaricdən gələn tələbələrin Azərbaycanda təhsil alması, əlbəttə reytinqdə bir yer olarsa, ölkəyə gəlir gətirir, infrastruktura, elmi kadrların inkişafına çox böyük təkan verir. Amma faktik olaraq biz nəyə nail olmuşuq? Biz ona nail olmuşuq ki, ölkədə elmi araşdırmalar yoxdur, tələbə mübadiləsi və yaxud da xaricdən gələn tələbələrin sayı çox aşağıdır və müasir informasiya texnologiyalarının, ümumiyyətlə rəqəmsallaşmış təhsil sisteminin tətbiqində çox geridə qalmışıq. Çox şeydə geri qalmışıq təhsillə bağlı, xüsusən də ali təhsillə bağlı. Azərbaycanda ali təhsilin əsas problemi nədir və niyə Azərbaycanlılar öz universitet gələcəyini Azərbaycan universitetlərində yox, xaricdəki universitetlərdə axtarırlar. Bax, bu da maraqlı sualdır. Ceyhun Məmmədov, Milli Məclisin deputatı, İlham Əhmədov, ali təhsil eksperti, Kamran Əsədov, təhsil eksperti, Bəxtiyar Nəcəfov, xaricdə təhsil üzrə tündləşdirdik. Yox, vəziyyət həqiqətən ağırdır və biz o vəziyyətin hələ üzdə olan tərəfini görürük. Azberqin suda olan, dərin qatlarda olan hissəsini görmürük. Çünki orada tədqiqat aparıb gelib düşmək lazımdır. Biz gündəlik reytinqlər, tələbələrin rəyi, müəllimlərin rəyi belə. Yəni, Azərbaycanda təhsil sisteminin monitorinqini aparan bir xüsusi qurum olmalıdır. Məsələn, deyək ki, təhsilin keyfiyyəti agentliyi var, o bu işlə məşğuldur. Mən düşünürdüm ki, o agentlik yaradılanda ölkə üzrə təhsilin tam monitorinqini aparacaq. Universitetlərdə keyfiyyətin təminat sistemi qurulacaq, məktəblərdə keyfiyyətin təminat sistemi qurulacaq. Bunlar təlimlər keçirlər, sertifikat verirlər və kurs səviyyəsindədir mənim təəssüratım belədir. Sonra təhsil sistemində beyin mərkəzi olmalıdır. Təsəvvür edin ki, Nazirliyin, hətta yüksək çinli məmurları çıxıb elə təkliflər verirlər, elə sözlər danışırlar, adam məhdəl qalır. Əvvələ 1 il, 2 il əvvəl dediyindən tam ziddiyyətlidir. İkincisi deyir, xoşa gələn sözdür, amma dalından gedən yoxdur. Yəni, o ideyanı verməklə iş bitmir, o ideyanın dalında illərlə iş var, proseslər var. O axıra gedib çatmalıdır. Yoxsa bir ölkəyə getdi, bir şey eşitdi, gəldi, onu burada səsləndirir. Sabah başqa ölkəyə gedir, başqa, ya internetdən, ya kimsə gəlib nəsə pıçıldayıb olanı. Belə təhsil idarə olunmaz. Elm mərkəzi olmalıdır. Özlə təsəvvür edin ki, Sovet dönəmində Sovet təhsili niyə inkişaf elədi? Çünki Sovetin Təhsil Elmlər Akademiyası vardı, Pedaqoji Elmlər Akademiyası. 35-40 elmi tədqiqat institutu vardı, ancaq Moskvada. Bizdə də var da, pedaqoji tədqiqat işini aparan təhsil institutu var. Bizdəki necə yaranıb? Bizdəki Sovet dönəmində 90 il əvvəl yaranıb, onun vəzifəsi həmən o SSR Pedaqoji Elmlər Akademiyasının, SSR Maarif Nazirliyinin, Ali Təhsil Nazirliyi, onların hazırladığı strategiyaları, proqramları, o 40 institutun hazırladığını alıb Azərbaycan şəraitində uyğunlaşdırmaqla məşğul. Onlar özləri heç nə yaratmayıblar. Yaxşı, onda yaratmış ölkələrdən hazır nümunələri götürək də, bacarmırıq da özümüz velosiped keşf eləməyə. Onu olmazmı elə? Dərk edən adamlar lazımdır ki, bu nəyə yaxşıdır, nəyə pisdir, bizdə necə tətbiq oluna bilər, nə problem yarada bilər. Yəni, o harada tutmalıdır dərk edən şəxslər? Yox. Təhsil siyasətini müəyyən edən adamlar olmalı. Özür istəyirəm, İlham müəllim. Yəni, əslində, önəmli olduğu üçün mən müdaxilə edirəm. Təhsil problemləri institutu bizdə var idi. Bəli, var idi. Və bu institutunda İlham müəllim yaxşı bilir o məsələ. Bu institutun da əsas vəzifələrindən biri də təhsil sahəsində problemlərin araşdırılması, tədqiqatların aparılması. Bəli.
Yəni bu Sovet dövründən var idi. Mən yadımdadır. Hətta biz fəlsəfə doktorluğunda Yəni, oradan keçirdik, əslində, rəy verirdilər. Bəli, yəni o ümumi toxunuldu. Yəni bu belə həmin institut öz funksiyasını saxlamalı idi. Saxlamayıb. Orada yox, alimlər oturmalı idi. Təhsildə bizi bax bu narahat edir. İndi nə ilə məşğuldur o institut? Onu Təlim siz mərkəzi orada olur. işləmisiniz də, mən səhv eləmirəmsə. İşləmişəm, İlham müəllim Sovet yaxşı bilir. İndi Oranı nəyə çevrilib yaxşı? İlham müəllim özü Yaxşı bilir. da binası var idi, yadımdadır. işləmişəm və Sovet dönəmində deməli İlham müəllim, indi nəyə çevrilib? indi təlim mərkəzinə çevrilib. Kimə nə bəs onun müəllimləri təkmilləşdirmə institutu nəyə lazımdır? O yoxdur. O yoxdur. Yox. Onu Demək, onun 20 funksiyasını Yox, yerinə indi yetirir. mən sizə bir məsələni deyim. Var? Gəlin mən açıqlam. İnkişaf- Yox, mən gəlin sizə onu detallı formada deyim. İki məsələ. Bir, təhsil problemləri institutu idi. Bu institut sırf tədqiqatlarla məşğul idi və çıxış yolunu axtardı. Və orada çox yaxşı alimlər var idi. Mənim də yadımdadır. Yəni misal üçün bax indi bizi təhsillə bağlı bu narahat edən məsələlər ki var. Bilirsiniz bizdə problemin həm də digər tərəfi nədir? Biz proqramları qəbul edirik, qərarları qəbul edirik. Bütün dünyada bunun sonra bir İlham müəllimin dediyi kimi monitorinqi, təhlili Mütləq. aparılır. Yəni biz nə qazandıq, nə itirdik. Bax təhsildə çox məsələlər var, idarə etməklə bağlı məsələ var, imtahanlarla bağlı var, reytinqlə bağlı. Ortada bir tədqiqat işi olmalıdır ki, universitetlərin hazırki vəziyyəti necədir? Bəs bunu kim eləməlidir? Elm və Təhsil Nazirliyi təbii ki və bu ikinci bir Yəni məsələ. Sovet dövrü bunu eləyirdi Elm və Texnika Komitəsi. Yox, Elm və Texnika üzr istəyirəm, Elm və Texnika Komitəsi elm və texniki siyasəti müəyyən edir. Elmi əsasən Elmlər Akademiyası, İstər Elmlər Akademiyası apardı. Amma bunların təhsillə inteqrasiyası və təhsil idarə edilməsini deməli Ali Təhsil Nazirliyi, Peşə Təhsili Nazirliyi və Maarif Nazirliyi. Amma bunlar çox inteqrativ işləyirlər. Amma indi bu boyda departament, şöbə, idarə, agentlik mövcuddur və deyirik heç kim məşğul olmur. Bunda bunlar nə ilə məşğuldur? Bunların arasında koordinasiya da itibdir. Ümumiyyətlə kökün bu problemin oradadır ki, biz 91-ci ildə müstəqil dövlət olanda bir papağımızı qarşımıza qoyub fikirləşməliydik ki, bizim müstəqil dövlət kimi elm siyasətimiz necə olmalıdır, təhsil siyasətimiz necə olmalıdır və qoyulan məqsədlərə hansı resurslarla nail olmalıyıq. İndi gecdir, hə, papağa Yox, heç qabağımızı qoyub vaxt gec deyil. fikirləşmirik. Bəs niyə qoyub İndi fikirləşmirik? mən fikrimi tamamlayım. Deməli 91-92-də biz bunu eləməliydik, eləmədik. Ona görə ki, euforiya oldu, bir yandan müharibə və s. belə. Amma bayaq dedim ki, biz o varisliyi itirmişik. Yəni bizim Təhsil Nazirliyi heç vaxt strategiya hazırlamayıb. Bütün strategiyalar, inkişaf proqramları Moskvadan gəlib. Ömründə bu işlə məşğul olmayan adamlar müstəqil dövlət olandan sonra başladılar bu işləri yaratmağa. Və o vaxtdan bu üzrə qədər Azərbaycan təhsil tarixində bir dənə normal strategiya olmayıb, bir dənə normal dövlət proqramı olmayıb, bir dənə normal inkişaf proqramı olmayıb. Olanlar da yanlışıq və icrası da 10-15% səviyyəsində. Kamran Amma müəllim, heç bir monitorinqi də aparılmıyor. Burada mən bircə də çox qısa formada siz dediniz, sonra başqa təkmilləşdirmə, müəllimlərin təkmilləşdirməsi. Bax indi biz bunun da əziyyətini çəkirik. O institut önəmli idi. Müəllimləri təkmilləşdirmə. Nə üçün? Bax dünən mən bir tədbir deyəm, müəllim mənə deyir ki, müəllim, mən 30 il bundan əvvəl universiteti bitirmişəm. İstəyirəm o xüsusi uşaqlarla işləyir. İstəyirəm ki, təlimlərə gedim. Yəni biz əslində bu müəllimlərin o təkmilləşdirilməsini düzdür, onu da sonra ixtisas artırma bir çox məsələlər çıxdı ortaya. Yəni müəllimlər davamlı kurslara, təlimlərə cəlb olmalıdır. İndi cəlb olunur, amma o fərqli formada əlavə oluna bilər, o da heç xəbər olmaya bilər. Yəni o institutun da o mənada birləşdirildi, funksiyası önəmli Məsəl idi üçün ki, bizim müəllimlərin bir çoxu orta məktəbdə oxuyanda planetlərin sayı ayrı idi də, 9 idi, indi 8-ə indi, heç bir xəbəri olsun da. Kamran müəllim, Birini public hüquq şəxs elədilər yəqin. yəqin ki, sizin 3 maddəlik geniş təkliflər paketiniz var ali təhsil haqqında qanunda. Nələri görmək istəyirsiniz və niyə görə bilmirsiniz? Bilirsiniz, əslində Azərbaycanda İlham müəllim dediyi kimi müstəqillik dövründən sonra ilk təhsil haqqında qanun bilirsiniz ki 2009-cu ildə qəbul olundu və Üzr istəyirəm, yox, 93-də var idi 93-də, amma qanun deyil və deyək problemli Sovetdən idi. qalan əsasında idi və Bəli, problemli qanun 2009-cu idi. ildə qanunun qəbul olunanda da o vaxt indiki ali təhsil necə ki qəbul olunma müqavimətlər var idi və 2018-ci ildə Onda kim göstərirdi müqaviməti? bilirsiniz, müqavimət ona insanlar göstərdilər ki, onlar yeni qaydalar istəmdilər, amma əslində köhnə qaydalarla idarə olunmaq keyfiyyətə öz mənfi təsirini göstərir. Üzr istəyirəm.
Engelsin bir sözü var, deyir, həndəsi aksiyonlar insanların mənafeyinə zidd olsa, insanlar onu qəbul etməzlər. Müqavimət həmişə var. Şəxsi mənafelərə toxunur, başqa adlarla müqavimət başlayır. Və biz ən ciddi məsələ üzərində ali təhsil haqqında qanun. Biz nə olursa olsun müqavimətdən asılı olmayaraq siyasi iradə göstərib. Amma çevik deyilik. Bax biz ona görə ali təhsil haqqında qanunun qəbulunu və mənim verdiyim təkliflər içərisində muxtariyyət məsələsi var ki, mənim şərt olaraq deyirəm. Mən başqa şeydən qorxuram. Muxtariyyət alıb da ayrı şeyə çevirsinlər universiteti. Yox, ondan olmayaq artıq. Gördük. Universitet bugün axtarış verdim YouTube-da. Azərbaycan universitetləri bir görüntüləri baxmaq istəyirdim. Çaydan xanım çıxdı ki, buraxılış gecəsində çaydan oynayıblar. Azərbaycan universitetləri mənzərəsini bu göstərir. Mən sizə İlham müəllim qanundan nə burada gözləyir? Mən çox qısa, mən yəni çox qısa bir məsələ. Yəni Buyurun burada sizin dediyiniz bilirsiniz reallıq nədir? Bu gün hər bir universitet özünə xas bir idarə etmə mexanizmi var. Bu da düzgün deyil. Əlbəttə, mən yəni, deyirəm. Ona görə həmən onun davamı olaraq ki, ali təhsil haqqında qanuna əsasən tutaq ki, kafedralar, dekanlıq, departament bu hər universitetin ixtiyarına buraxıla bilməz. Bəli. Bu sistem olmalıdır, qayda olmalıdır və bu standart olmalıdır və o standarta əsasən də proses getməlidir. İlham nə gözləyir qanundan? Mən belə deyək də, o qanunun qəbul olunması heç nə dəyişməyəcək. Onu çıxaq gedək. 99-cu ildən 10 il ərzində təhsildə hansı problem olurdursa, Təhsil Nazirliyi deyirdi ki, yeni təhsil qanunu hazırlanır. O qanunla bu problemlər həll ediləcək. 2009-da 10 ildən sonra qanun qəbul olundu, təhsildə heç nə dəyişmədi. İlbəil pisləşməyə doğru getdi. Adi bir məsələdir, burada toxunuldu. Mən distant təhsillə əlaqəli 2005-ci ildə Nazirliyə strategiya hazırlayıb təqdim elədim. Azərbaycanda distant təhsilin yaradılması və inkişafı strategiyası. Bu 20 il ərzində və 100-dən artıq məqaləm də çıxıb bu mövzuda. Bunu eləmədilər ki, təhsil qanununu gözləyirik, olacaq məsələ. Təhsil qanunu yaranan kimi və bilirdilər ki, mən onlardan tələb edəcəm, gəlin eləyək, nə edilər? O vaxta qədər Nazirliyin əsasnaməsində var idi distant təhsilin təşkili. Onu oradan sildilər, təhsil qanununda yazılır. İndi deyirlər ki, bizim əsasnamədə yoxdur. Demək ki, Nazir təhsil qanununda var. O qanun sizin əsasnamədən güclüdür. Əsasnamənizi dəyişməlisiniz, uyğunlaşdırmalısınız. Təsdiq eləyibdir. Bu olmalı, olmadı. İndi ali təhsil haqqında qanun heç nəyə dəyişməyəcək. Elə bilin ki, hazırlandı, verildi, universitetlərə göndərildi. Nə dəyişəcək? O qanun nədir? Ali təhsil qanunu yol hərəkəti qaydası deməkdir. Necə ki, avtomobili yolda sürürük, yol hərəkəti qaydası var. Ali təhsil qanunu da ali təhsil sahəsində fəaliyyətin qanunudur. Yəni effektiv olmayacaq qanun. Deyim də niyə olmayacaqdır? Ona görə ki, yol hərəkəti qaydasından əlavə bizə lazımdır şəhərdə yol olsun, avtomobil olsun, avtomobilin benzini olsun, onu sürə bilən sürücü olsun. Ondan sonra yol hərəkəti qaydaları bizə lazım olacaq. Əgər bunların heç biri yoxdursa, biz ümumiyyətlə niyə yığışmışıq? Heç də biz yığışmışıq, 10 ildə belə vaxt itirəcəyik. Elə getdik. Gəlin vaxt itirməyək. Mən bu mənzərəni gördüm, belə bir qənaətə gəldim. Bəlkə ümumiyyətlə biz universitetləri Azərbaycanda ləğv edək, uşaq o pulları ayıraq, ancaq getsinlər xaricdə təhsil alsınlar. Əgər biz bunu eləyə bilmiriksə. Və mən belə qənaətə gəldim ki, sizin hamınızın sözünüzdən Azərbaycan ali təhsil müəssisələrinin skamyası çatışmır. Yəni oturub fikirləşmək istəmirlər. Başları nəyə qarışıb? Bax, bu suala cavab axtaraq. Əgər bugün ali təhsilimizdə bu problemlər varsa və heç kim, hamı həlli yolunu bilir, amma heç kim oturub həll eləməyə ətrafında düşünmürsə, gəlin universitetlərimizə bilik günündəmi, yoxsa tədrisin buraxılış günündəmi, çaydan maydan mahnısı oxumaq əvəzinə skamya alaq hədiyyə verək ki, oturub fikirləşsinlər. Görüşərik.